Varavskoya fikir bildirməsin, gərək o yolda gedəsən ki, nəsə bir fikir bildirəsən. Yumurtanın nə olduğunu bilmək üçün yumurtamaq lazımdır. Yo, sən başa düşmədin. Varavskoya nə olduğunu bilmək üçün varavskoya olmaq lazım deyil. O yol düzgündür. O yolda sən mənə çepə göstərə bilərsən, hə? Əlbəttə ki. Buyur. Məsəl üçün, oğurluq var o yolda. Bəli. Oğurluq düzgünlükdür. Baxır oğurluğa. Nə? Məsələn, hansı oğurluqdur görək? Yaxşı. Kiminsə haqqı yeyən bir vəzifədə olan birindən oğurluq düzgündür. Haqqını yeyən adamdan sən gedib söhbət çürüdə bilərsən, söhbətini eləyə bilərsən, səhv çıxada bilərsən. Sən gedib onun mülkünə gizlənə, qorxa oradan gedib nəsə qaçmaq, bu haqqı tərəfində durmaq deyil sən divana burada haqsız çıxırsan. Sən oğurluq eləməklə özünə haqq qazandıra bilmərsən ki, mən haqsızın evinə girmişəm. Haqsızı çağırırsan qabağa. Deyirsən qardaş, belə haqsızlıqlar eləmirsən. Gəl buna cavab ver. Alqışlarız, çox söhbət qutardı burada. Heç kim ona heç deyilməz. Heç kim ona səbt tutanmaz. Haqsıza qarşı çıxan olan oğurluq eləmir, haqsıza qarşı çıxan söhbət eləyir. Sənə haqqına bir nəfər girib, məsəl üçün deyirəm, haqqına bir nəfər girib. Aha. Səni incidib, xətrinə deyib. Sən onu gedib evindən oğurluq eləyəsən, yoxsa onu sorarsan ki, qardaş, sən mənə haqsızlıq eləmirsən, görürsən kimsən, sən mənə haqsızlıq eləyirsən. Hansı eləyəsən? Oğurluq yoxsa söhbət? Oğurluq niyə eləyirəm ki? Mən o yolu getmədim. Bax bu söhbət qutardı. Mən də bunu sənə deyirəm ki, deyirsən onlar gedib haqsızın evindən oğurluq eləyirlər. Deyirəm oğurluq eləmək lazım deyil. Görürsən başa düşdün indi. Söhbət eləmək lazımdır. Deyirəm qardaş, sən haqsızlıq eləmirsən. Bu ideyaya hamı alqış eləyəcək. Mən də onun üçün olmaqla. Sən bu ideyaya necə baxsan? Mən bu ideya normal. Normal. Niyə? Ya sənin üçün ümumiyyətlə nə ediblər? Yaxşılıqları olub. Nə kimi yaxşılıqlar? Zəifə paddeşka olublar. Varavskoy olmayıb, zəifə paddeşka olan insanlar var. Aha. Deməli, zəifə paddeşka olmaq üçün varavskoy olmaq lazımdır. Deyirəm ki, gənclərə sən nəyi maarifləndirmək istəyirsən? Ən yaxşı yol evinə gedən yoldur, əli dolu yol. Əli dolu. Ən yaxşı yoludur.